Ümidim qardaşım idi ki, dərdimi hamısını ilkinə deyəcəm. Yatdım yuxuda görürəm ki, meşəlik tərəfdədir. Qaçıb onu qucaqlayıram ki, ayqaqa xəbərim var, Naiq də şəhid olub. Boynumu qucaqladı yuxuda, dedi ki, bacı, mənə bağışla, mən də şəhid olmuşam. Anında yuxudan ayıldım. Atama zəng elədim, açmadım. Mamaya yığdım, açmadım, çox narahat oldum. Evdəkilər də özünü çox qəribə aparırdılar. Dedilər, gedək, sizi görək atan, anan nə ayırır? Dedim, yox da, indi Naiqin mərasimidir, nə olub, niyə oraya gedirik ki? Dedi, yox, mən aparmaq istədilər xəstəxanaya, mən razı olmadım. Nəysə, mindim maşına, gördüm ki, yenə evə çatmamış həmən insanlar, həmən ambulans. Atam nə vəziyyətdə? Başladım qışqırmağa ki, yenə bura niyə yığılmısınız siz? Hamı mənə qəribə baxır, yazıq baxır. Yazıq, qardaş, yoldaş, dəli olmuşdum. Gəldim, anamı tapdım. Mama, hanı İlkin? Dedi ki, İlkin şəhid olub, gəlir. Onda bilmədim nə fikirləşim, bilmədim Naiqi fikirləşim, bilmədim İlkini fikirləşim. Həqiqətən də özümü heç bilmədim ki, mən kiməm, nəçiyəm, adım nədir. Bir anda hər şey qaraldı mənim üçün. Atamın o taqətsiz halı, anamın o son baxış fəryadı, hər şey film kimi gəldi, gözümün qabağından keçdi. Uşaqlığımız, böyüməyimiz, zülüm çəkməyimiz. Nə bilim, mən ümidim qardaşım idi. Bir bacı üçün qardaş uca dağdır. Nə bilim, yoldaş, nə bilim, bir xanım üçün arxa dayaq yoxdur da. Mənim 3 dənə evladım arxa dayağımdır. Sağ olsunlar, mənim ailəmdə dəstək olur. Qaynatam, qaynanam, qaynlarım qardaşımdır. Həmişə mənə dəstək olublar, həmişə də yanımdadılar. Amma ki, bir bacı üçün, bir yoldaş üçün üzr istəyirəm, ailənin yeri başqa olur. Qardaşın qardaş yeri, yoldaşın yoldaş yeri. Nə bilim, Allah şəhid ailələrə səbir versin, başda anam, atam olmaqla, qaynatam, qaynanam olmaqla. Çox ağır dərddir. Heç vaxt şəhidlərimizi unutmayaq, onları gözəl xatırlayaq. Allah razı olsun Qədir müəllim, sizdən də həmişə saymısınız. Allah razı olsun, Allah sizə pis gün göstərməsin. Amma xahiş edirəm, şəhidlərə hörmət qoyaq. Onun qədrini bilək. Şəhidlər unudulanda ölür. Şəhidlərin xatirəsi əzizdir. O bəzən deyirlər, şəhidlərə haqqımızı halal eləmir. Yox. Heç şəhidlər sizin halal eləyərmi? O qədri bilməyən insanlara halal eləyərmi? Yox. Çünki onlar canından, qanından keçib. Onlara halallıq almalısan, onlara layiq olmalısan. Allah bütün şəhidlərin məqamını eləsin. Mənim qardaşım da, yoldaşım da onların içində. Onlar cənnətdədir. Onlar əminəm. Əminəm ki, onlar məni orada gözləyir. Bu dünyada mənə güc-qüvvət verirlər. Mən onları yox saymıram ki, onlar hər zaman mənimlədir. İnşallah alnımız açıq gedər.